Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün milli mətbəximizin Novruz süfrəsinin ən ləzzətli şirniyyatı olan şəkər bura hazırlayıram. Burada mən 500 qram unun şəkər burasını hazırlayıram. Bunun üçün 500 qram unun içərisinə yarım çay qaşığı şəkər tozu, çay qaşığının ucunda duz və bir bağlama vanilin əlavə edib quru ərzaqları qarışdırıb qoyuram bir qırağa. Digər bir qabın içərisinə 100 qram xamı əlavə edirəm. Xamanın yağlılığı 25%-dir. Bir ədəd ağlı sarılı yumurta və bir yumurtanın sarısını əlavə edib yaxşı qarışdırıram ki, yumurtanın rəngi ağarsın. Bunu mütləq etmək lazımdır ki, yumurtanın sarısı tam ağarsın, xəmirə sarılıq verməsin. Daha sonra 200 qram otaq temperaturunda olan kərə yağını unun üzərinə əlavə edib umac edirəm. Şəkər buranın xəmiri döymə xəmir olduğu üçün bıçaq vasitəsilə də döymək olar. Amma döymək üsulunun ən asan variantı əllə umac etmək üsuludur. Onu da qeyd edim ki, əgər şəkər buranızın ağ rəngdə alınmasını istəyirsinizsə, unun və istifadə etdiyiniz yağın rəngi ağ olmalıdır. O zaman şəkər buralarınız da ağ və gözəl olacaqdır. Umacı hazırladıktan sonra ortasına bir çuxur açıram. Yumurtalı xamalı qarışımı üzərinə əlavə edirəm. Və şəkər buranın xəmiri üçün bir çay qaşığının ucunda quru maya götürürəm və otaq temperaturunda olan bir yemək qaşığı su əlavə edib qarışdırıram. Mayanı suda həll edib xəmirin içərisinə əlavə edirəm. Və xəmirə 30 ml süd əlavə edib xəmiri yoğururam. Xəmir belə biraz parçalanmış kimi görsənir. Buna görə narahat olmayın. Xəmirin üzərini qalın örtmək olmaz. Sadəcə bir klok və nazik bir çay dəsmalı örtüb otaq temperaturunda təxmini 25-30 dəqiqə dinlənməyə qoyuram. Xəmir dinlənincə içlik hazırlayıram. Mən bu dəfə qoz ləpəsindən hazırladım. İçlik üçün 250 qram qovrulmuş qozu qoz çəkən maşından keçirdim. Üzərinə 200 qram şəkər tozu və bir çay qaşığı hil əlavə edib qarışdırıram. Qeyd etdiyim kimi xəmiri 25 və 30 dəqiqədən çox dinləndirmək olmaz və üstündə qalın örtmək olmaz. Xəmir artıq hazırdır. Xəmiri kündələrə bölürəm. Hər biri 40 qram olmaqla yarım kilo ondan 24 ədəd kündələr tutdum. Xəmiri kündələyirəm və üzərini örtüb yenidən 10 dəqiqə dinlənməyə qoyuram. 10 dəqiqədən sonra artıq başlayacağım kündələri yaymağa. 10 dəqiqə keçdi. Qətiyyən 10 vurmadan kündələri bir-bir yayıram. Kündələrdə armudu stəkanın nəlbəkisi böyüklüyündə yayıram. Və 5-5 10-10 olmaqla üst-üstə yığıram. Mən 24 kündəndə üst-üstə yığdım və bir salafanın içərisinə qoydum. Salafanın içərisinə qoymaq lazımdır ki, qurumasınlar. İndi isə başladım içlik doldurmağa. Əgər sizlər 1 kiloqram unun şəkər burasını hazırlayacaqsınızsa, ərzaqları 2 dəfə artırmaq lazımdır. Və içlikdən 3 çay qaşığı dolu əlavə edib, çay qaşığının arxa hissəsi ilə bastıraraq və xəmirin kənarlarını bərkidirəm. Xəmirin kənarlarını bərkitdikdən sonra dik formada salafanın altına yerləşdirirəm. Və eyni üsulla xəmirlərin hamısını hazırlayıram. Daha sonra başlayıram kənarlarının naxışlarını vurmağa. Demək, kənarlarını bükməmişdən öncə iynə vasitəsilə kənarlarına 3-4 yerdən deşik açıram ki, içərisində hava qalmasın. Kənarlarının bükümü də naxışıdır. Mən öz bacardığımı sizlərə göstərirəm. Ola bilər, siz məndən də gözəl naxış vura bilərsiniz. Kənarında bükə bilərsiniz. Mən öz bacardığımı göstərdim. Şəkər buraları bükdükcə salafanın altına qoyuram ki, xəmirin üzəri qurumasın, naxış vurduqda çətin olmasın. Mən burada 8 dişli maqqajdan istifadə edirəm və öz bacardığım kimi şəkər buraları naxışlayıram. Bunu da qeyd edim ki, bu şəkər buranın xəmiri çox gözəl bir xəmirdir.
Bu reseptdən hazırlanan şəkər buralar inanın ki, ayla qalsa belə qətiyyən boyatlanmır və qaldıqca da daha da ləzzətli olur və heç qorumurlar. Şəkər buraları hamısını naxış vurduqdan sonra artıq salafanın altına qətiyyən düzmürəm. Mən şəkər buralarımı konveksiya rejimində mebel içi sobada 110-125 dərəcə arasında 40-45 dəqiqə bişirib götürdüm. Adi konveksiyasız sobalarda isə 140-150 sobanın alt gözündə bişirmək lazımdır. Altı qızarmalıdır və naxışları qurumalıdır. Göz haqqınızı halal edin. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.